Ariflər deyirlər ki, dünyanın iki üzü var. Bir üzü aldanış yeridir, bir üzü Allaha tərəf aparandır. Ona görə bəzən dünyanın birinə, o dünyaya qaranlıq dünya deyiblər, ona məzmun deyirlər. Məzmun dünya. İnsan dünyaya bağlananda onu öz həqiqəti kimi qəbul edir. Bu halda dünya insan üçün həbsxana olur. Şəhvət, mal, məqam, nəfsani arzular hamısı insanı əsir eləyir və insanı bağladı özünə. Vəssalam. Bir də nurani dünya var. Ayıq insanlar, oyaq insanlar, ariflər, imamlar, peyğəmbərlər və dinin dedikləri ilə gedənlər bu dünyada ayıqdılar. Qoymurlar ki, dünya öz zəncirləri ilə onu bağlasın. Dünyaya meyilli nəfsi var deyə insanın, qoymurlar o nəfsinə zəncir açsın dünya. Qoymurlar onu. Mal, şəhvət, mülk, övlad, bunun kimi şeylər qoymur onu həbs eləyib saxlasın. Ona görə də belə insanlar dünyanı özlərinə nurani edirlər. Onlar deyirlər ki, dünya Allahı tanımaq üçün bir fürsətdir. İnsan dünya vasitəsilə mərifət əldə edə bilər və kainat Allahın təcallalarından biridir. Ariflər dünya barədə ayna cəhətindən bir dənə də söz deyirlər. Deyirlər ki, dünya bir aynadır. Kim nə görmək istəsə onu görəcək. Eyni zamanda belə də demiyorlar. Dünya bir yerdir ki, kim nə istəsə ona çatacaq. Dünya bir bazardır ki, kim hansı xoşuna gələn bir şey varsa onun arxasıca getsə o qədər olacaq.